Səhifəmin izləyiciləri, hər birinizi salamlayıram. Bugün həyatımızın xiyarlarını marinat bağlayacağım. Qışda açıb stoliçniyə, bəzi salatlara vururuq biz bunu. Qəşəngcə xiyarı belə çox da bölmürəm. Belə bölürəm biləsinə. İçərisinə atmışam sarımsaq, qara dənə istot, biberi bu qaydada. Mən biberlərin bəzilərini sizə bax birini göstərə bilərəm. Bax gördünüz əziz səhifəmizdə bütöv biber idi, yamyaşıl. Bax parasını kəsmişəm. Bunu özüm inventory saxladım ki göstərəm. Bax görürsüz. Bunu siz görə bilməzsiniz. Bu bütöv sağlam biberdir. Bunu bəzi qadınlarımız qoyurlar bankaya. Bax baxırsınız. Bax dibinə, içərisinə bankanın. Suyu çöpü, sarımsağı doğrayıram, biberi də doğrayıram. Bir də qara dənə istot. Bunları qoyuram. Hərəsinə bir dənə dəfnə yarpağı atacağam. Beləsinə bir dənə dəfnə yarpağı. Bir balaca rəzənə qanadı. Bax belə göyə rəzən. Bunları atmaq mütləqdir də. Hə, dadı, rəzənənin dadı xiyarı qəşəng eləyir. Azacıq, çox atma. Çox atanda acı olur. Bir balaca da mənim öz həyətimdə xirim var. Ortasının lap balaca yarpağını qırmışam. Onu atıram. 2-3 dalda petruşka atıram. Petruşka da indi hal-hazırda acı dadı verir. Prosto dadları çıxsın. Bax, keçən dəfə dedim ki, biber bütöv olur, atırsınız bax balona. Qəşəng görükür, bütöv sağlam biberdir. Bax, sağlam biberdir. Bunu atırsınız balona, bəsin içərisində qurd olur. Bax, mən bunu kəsmişəm. Bax, həmin biberin böyürü. Görürsünüz içərisini. Bunu heç vaxt diri bankaya atmayın. Biberi ona görə mən, bax, bax öz biber, daha başqa biberini calamamışam. Elə bilərlər ki, bax, bütöv həmin biberdir. Bax, görürsən. Bütöv atmayın, içində qurd olur. Bax, bunu nümunə üçün saxladım. Bir dənə acılı sevirik biz, amma acı biberi zədələməmək şərti ilə ki, acısını çox buraxmasın içine. Bir dənə də biber atıram, acı biber. Sonra xiyarlarımı beləsinə, öz həyətimizin xiyarlarıdır. Bax, belə bölürəm, bütöv. Belə atıram bankaya, yığıram belə bankaya. İndi bir şey də eləyəcəm. Hərəsinə bir dənə, 2 dənə də göy pomidor qoyacam. Belə deşikləyəcəm ancaq pomidoru ki, içərisinə şey geçsin. Su geçsin. Hə, bu özümüzün səhətdən yığmışam. Belə bundan da qoyacam. Qəşəngcə bir qanad da pərpə qoyuram ki, bunda dadı bir başqa çıxır. Belə, sonra bir qaşıq duz, xörək qaşığı. Belə, beləsinə də, indi atanda çəkərik. Bir də bir qaşıq da çox dolu olmayaraq üzüm sirkəsi, bir çay qaşığı da, bizim çay qaşığımız balacadır, biraz artıq. Şəkər atacam, çayıniki qaynadıb töküb üstünə, biraz saxlayacam, sonra o suyu yenə boşaldacam, çox saxlamayacam. Ha, cəmaət saxlayır yarım saat, 15-20 dəqiqə. Biraz, elə ki istilik canına keçsin, 5 dəqiqə, 10 dəqiqə qalsın, həmin suyu boşaldıb yenə qaynar eləyib töküb üstünə, ağzını, şəkərini, duzunu, pesokunu, iksusunu atıb, bağlayıb, üstlərini bükəcəm, sabah açacam. Xiyarı da belə bağlayıram. Tək də bağlayıram xiyarı, məsəl üçün mən. Tək də bağlayıram, amma bu ingrediyentləri yığıram. Belə bağlayıram, stolişni salata özümüzdə çıxardıb, mən mağazininkini almıram. Mağazinlərinki yaxşı deyil. O qədər iksus vururlar, nə bilim, gah pesoğu çox dökürlər. Belə, baxırsan ki, başına it oynatıblar da o xiyarı. Belə özüm bağlayıram, çox qəşəng, möhkəm olur, tər olur. İncitmir adamın mədəsin, ödüm. Çox eləmirəm da başqa şeyləri. Qəşəng dadlı olur, qışda da çıxardırıq, istifadə edirik. Məsəl üçün, elə havalar soyuduqca stolişni zat çox istifadə olunur. Elə istifadə edirik. Belə də yığıram. Yığıram belə. Bölürəm, çox diri-diri qoymuram da. Həmin içərisinə şey geçsin. Duzun zadını çəksin.
bütöv qoymuram. O balaca xiyardan payızda eləyirsən, onun dadı olmur. Bir də bir şey deyim ki, əziz qadınlarımıza, yemək elədiniz, tomat elədiniz, turşu bağladınız, marinat bağladınız. Avqustun 15-nə qədər nə eləyirsiniz eləyin. O istinin qaynar günəşinin dadı o tərəvəzə hopur, onun dadı bambaşqadır. 15-dən sonra o bizdə deyirdilər, nənələrimiz rəhmətli quyruq doğunur. Bu doğurmu? Belə bir söz deyil. Donur, hə. Onda tərəvəzdən dadın itirir. Həmən dad gedir. Bu da pomidorlarımda var idi. Məsələn, ucu qaralanlar. Keçən dəfə elədim, bağladım. Bir balaca banka bağlamışdım. Bu bunun sokudur. Bunun soku o qədər gözəldir ki, biz bunu içirik də. Bax, həmin qaydada bağlayıram. Bax, indi üzümü çəkmir qızım. O qədər gözəl dadı var ki. Çox gözəldir. Tərifləmirəm. Tövbə. Yəni ki, nə eləyirsinizsə indidən eləyin. Yeməkləri, kababları, çığırtmanı, tomatı, belə marinatınızı, nə var indi eləyin. Adicə lobyanın özü, bax bu indi mən elə ki, həyətdən yığmışam. Mənim lobyamın toxumundandır. Balacadır lobyalar. Bəzi bir dənə belə dənli bitki var. O bazardan almışam. O özbəklərin də bilmirəm. Daha lobyanın toxumundandır. Bizim dədə baba toxumundan yoxdur burada. Bax bu belə yayınçın eləyin. Dadlı olur. Hər kəs Allah şirin ağız versin, sağlam can versin bizdə içində. Amin.